Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası qanununa əsasən tütün çəkilməsinin qadağan olunduğu yerlər bunlardır. Təhsil tərbiyə müəssisələri, tibb müəssisələri, idman yarışları və digər kütləvi tədbirlərin keçirildiyi binalar, restoran, kafe və digər ictimai yaşayış obyektləri, ticarət və məişət obyektləri, sosial xidmət müəssisələri, teatr, kinoteatr, muzey, kitabxana və digər mədəniyyət obyektləri, uşaq meydançaları, yerüstü, qapalı və yeraltı piyada keçidləri, hava, su, dəmir yolu nəqliyyatı, metropoliten, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtobus və taksilər, hava və dəniz limanları, avtobus dayanacaqları, dəmir yolu vağzalı və avtovağzallarda tütün çəkilməsi qadağandır. Bu yerlərdə tütün çəkilməsinə görə 30 AZL məbləğində cərimə tətbiq olunur. Qeyd olunan bu yerlərdən bəzilərinə isə xüsusi qaydalar tətbiq olunur. Məsələn, hava nəqliyyatında tütün çəkməyə görə 100 manat, dəmir yolu nəqliyyatında tütün çəkməyə görə 40 manat, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtobuslarda və taksilərdə tütün çəkilməsinə görə şəxslər 50 manat, dəniz və çay nəqliyyatında tütün çəkilməsinə görə isə şəxslər 40 AZL məbləğində cərimə edilir. Diqqətiniz üçün təşəkkür edirəm.